Ya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Son vaxtlar ölkəmizdə paytaxtın köçürülməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilməkdədir. Hətta alternativ kimi işğaldan azad edilmiş ərazilərdəki şəhərlər də təklif edilir. Bu isə cəmiyyətdə müzakirə obyektinə çevrilib. Bəs paytaxt köçürülə bilərmi? Sfera AZ xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov paytaxtın köçürülməsi və yeni şəhərin qurulmasının inanılmaz dərəcədə bahalı və uzunmüddətli bir proses olduğunu deyir. Onun sözlərinə görə Azərbaycanın iqtisadi ölçüsünü və dövlət büdcəsini nəzərə alaraq belə bir addım real deyil. Bu tip köçürülmələrə dünya praktikasında baxsaq görərik ki, İndoneziya Cakartadan Nusantaraya köçürülməsi üçün 35 milyard dollar büdcə ayırıb. Misir yeni inzibati paytaxtına 58 milyard dollar sərf edir. Qazaxıstan isə paytaxtı Almatıdan Astanaya köçürəndə 30 milyard dollar xərc çəkib. Odur ki, Azərbaycan kimi bir ölkənin paytaxt köçürməsi üçün ən azı 30-40 milyard dollar, daha müasir şərtlərlə 50 milyard dollar vəsait lazımdır. Buna görə də ölkənin hərbi gücünün davamlı artırılmasına və azad edilmiş ərazilərə qayıdışın təmin edilməsinə, külli miqdarda maliyyə vəsaiti tələb edilən hazırki şəraitdə bu mövzunu gündəmə gətirmək məqsədə uyğun deyil. Əmirov qeyd edib ki, bir gün ölkənin iqtisadi durumu buna imkan verərsə, o zaman bunu etmək olar. Lakin onda da paytaxt elə əraziyə köçürülməlidir ki, o nə Ermənistanla sərhədə, nə də İranla sərhədə yaxın olsun. Ekspert buna səbəb kimi dünya təcrübəsində paytaxtların potensial təhlükədən daha uzaq salındığını göstərib.